İndi isə gəlin, uşaqların nəsihəti səhnəsini birlikdə izləyək. İcra edənlər xanım Aytən Əlif Tunar. Salam kızım, salam ana. Çay sürdüm sənə. Yox, oğlumla nəvəm gələndə içərim, sağ ol. Salam. Hoş gelmişsən. Çok yorgun görünüyorsun. Evet, çok yorgunum. Dedim biraz dinleyelim, özüme gelirim. Salam oğlum. Tuna döy. Salam ana. Salam oğlum. Ana maçlara gelmek Cemre. Çok yoruldum. Git biraz dinlen. Oynamaya gidersin sen. Evet, sana görüşürüz. Selam. Gel bana. Bak gel bana bak. Ay benim akıllı nəvəm. Məktəbə niyə getmək istəmirsən? Çox yolla. Çox yolla. Mənə sənə qurban. Bəsən böyüyəndə, boya qaça satanda, vətən üçün xəyali böyümək olmaq istəmirəm. Əlbəttə istəyirəm. Onda yadında saxla, necə çanata əziyyət çəkilir. Amma sənə baxanda bütün yolları unuturlar. Çünki səni çox sevirəm. Uğur qazanmaq üçün əziyyət çəkmək vacibdir. Bunu unutma. Yaxşı, nənə. Mən oxumağı Siz oxumağı da sizi də çox sevirəm. Biz də səni çox sevirik. Agil. sola dönüp yapın yavaş.